Qadınlarda yumurtalıq rezervi, yaş, genetik faktorlar, keçirilmiş yumurtalıq cərrahiyyəsi, kimya radioterapiya səbəbli azala bilər. Bunu bizim orqanizmimizdə göstərən faktorlardan biri AMH-dır. Antimüllerian hormon açıqlaması, qadınlarda antral folikul qranuloza hücrələrdən, kişilərdə fetal dövründə, yəni ana bətnində testislərdən ürədilən bir hormondur. Yumurtalıq rezervini göstərməkdə və rezervimizin azaldığını öngörmədə FSH və estradiola nisbətən daha erkən bir belirtəcdir. FSH və inhibinə müqayisədə preantral folikul miqdarı haqqında öncədən bilgi verir. Və avantajları nədir? Aclıq və toxluqdan etkilənmədən və siklusun hər hansı bir dönəmində bizə yumurtalıq rezervimiz haqqında məlumat verə bilər. Keçirilmiş araşdırmalara görə, məsələn 2015 Ovson araşdırması vardır ki, oral kontraseptivlər, yəni istifadə etdiyimiz hormonal ilaçlar AMH dəyərinə nisbi olsa da təsir edə bilər. AMH-ın hər zaman yüksək olması müsbət göstərici deyildir. Məsələn, qadın infertilitesinə səbəb olan faktorlardan biri polikistik over sendromudur ki, burada da AMH dəyəri yüksək olur. Yumurtlamayan yumurta hüceyrə sayısına görə və bunun divarından ifraz olunduğuna görə burada AMH dəyərimiz yüksək olur və bu qadınlar müalicə ilə hamilə qalma şansları yüksəkdir. Hər zaman AMH-ın yaxşı olmağı fekundabilitenin güzel olmağı demək deyildir və ya tərsinə AMH-ın düşük olmağı qadının doğurganlıq ehtimalının azaldığı demək deyildir. Bu sadəcə bir faktordur və digər bütün belirtəçlərlə bərabər dəyərləndirilməlidir ki, həm bizə erkən siqnal verir, yumurtalıq rezervimizin azalması ilə əlaqədar, həm də IVF başarısını göstərən belirtəçlərdən biridir.